Bu sualımı bütün Azərbaycanlılara verirəm. Bu dönər pişirənlər, paltar, qızıl, gözəli, salonu fərq etmir. Sizdə də vəziyyət pisdir. Bütün baba bağladım obyekti. Saat neçədir? Ayın 10-u saat hələ 5-dir. Qardaş, obyekt bax, heç kim yoxdur bax. Universitet bağlı ayın 10-dur. Baba. 5 bağladım, hepsi yığışdırdım hamısını. Bir dənə şiş balıq qalıb su. Hamısını yığmışam. Bu nə biabırsılıqdır? Bu nə temadır belə? Bu nədir? Bu nə məsələ? Şəhərdə adam yoxdur, uşaqlar. Mingəçevir sakinləri, siz hardasınız? Qardaş, şəhərdə adam yoxdur. Yəni hara yoxa çıxdı bu cəmaət? Bir dənə mənə deyin, qurban olum sizə. Hardasınız siz? Bəlkə bu gün nəsə kanikoz atdı, mən bilmirəm. Bəlkə yenə karantin 2020-də karantin dövrüdür. Qardaş, heç kim yoxdur şəhərdə. Buna baxın. Dün təkəmi biabırsı bir vəziyyətə. Buna bax. Vahimələnirəm, qorxuram mən. Yəni şəhərdəsiniz, şəhərdə adam var. Mən bir dənə yazın görüm. 2020 karantin dövrüdür. Bu nə məsələdir? Mən stola yığışdırdım, gedirəm mən. Nə vəziyyətsə mən gedirəm bir şey evə. Mən əlaçsız qalıb gedirəm evə. Biabırsı bir vəziyyətdə Allaha and olsun. Bu nədir belə?